Bu zor oyundur bro. Gəl bir də ondan oynayaq. Deməli bro, biz Kandarla 3 ilə yaxın, zarafatsız 3 ilə yaxın çəkiliş elədik. 30-a yaxın, 28 dənə dəqiq bilirəm ki, paylaşmışıq video var. Və bu mənim üçün məsələn Azərbaycanın bir təsvir hissəsidir də. Yəni ki, hamı gəldi, öz mövzusunu danışdı. İndi də davam edəcək əslində 1-2 ay. Prosta biz dedik ki, biraz da özümüz danışaq. Uçurum adı altında belə bir podkast eləyək də deyək ki. Orada mənim maraqlıdır ki, məsələn biz Mehmanla sən, mən üçümüz 2-3 ilə yaxın belə mütəmadi, həmişə olmasa mütəmadi görüşürdük və bir çox mövzuları belə spontan, belə də jam session kimi müzakirə edirdik. Oradan sağ qalan bəzi mövzular var idi ki, mən qeyd kimi götürdüm ki, bir dəfə danışarıq üzərinə, təhlil edərik. Fikirləşdim ki, məsələn progress mövzusu həm Azərbaycan üçün də maraqlı olar. Məsələn bizdə həm ənənəvi cəmiyyətdə, həm də belə Sovet də gəlib keçib və buradan liberalizm də olub. Ağlımıza gəldi ki, məsələn Robert Nisbet üzərində danışmaq olar. Bu bir sağçı, liberal bir dənə belə bir müəllifdir. O deyir ki, progress bəşəriyyət mövcud olandan, ən az antik Yunandan irəliyə gedib. Amma tərsin arqumentlər də var ki, onları danışarıq. Ki onlar deyir ki, yox, progress bir dənə icaddır, hansısa dövrdə yaranıb, məsələn sənaye dövründə və yaxud burjada və o əvvəl olmayıb insanların zehnində. Məsələn sən nə fikirləşirsən? Orada progress olub ömür boyu, yoxsa bu nəsə bir icaddır? Nisbət deyəndə ki, progress həmişə olub. Əslində elə onun kitabının tezisi oydu. O tezisi bir dənə ingilis var, John Burry, 1920-də bir dənə kitab yazıb, progress ideyası. Bu progress ideyasında Burry'nin bölməyi Nisbətin xoşuna gəlmir. O deyir ki, o çox kəskin bölümlər eləyib. Məsələn, o Burry'nin kitabında belə bir şey var ki, antik dövrdə, klassik dünyada, orta əsrlərdə ümumiyyətlə inkişafla bağlı, progresslə bağlı heç bir ideyadan danışa bilmərik. Progress ideyası ancaq aydınlanma dövründən başlayır. Aydınlanma dövründən başlayır və modern dövrdən etibarən indiki dövrə qədər gəlir və gələcəyə doğru gedəcək. Nisbet isə deyir ki, bu hipotez yanlışdır. Hardasa bir 30-40 il sonra yəqin ki, kitabını yazıb Nisbet. Çünki həmin dövrdə artıq bəzi kitablar yazılmışdı, məsələn Fukuyama. Hətta 30-40 ildən də çox olmalıdır. Etiraf edək ki, Fukuyama çox biabır oldu. Fukuyama biabır oldu. Tarixlə bağlı bir çox adamlar nəsə deyib, həmişə də tarix onları yerə vurur. İstənilən ideologiya ilə bağlı. Ona görə də tarix fəlsəfəsinin bəlkə də problemi oradadır ki, hələ də ortaq bir qənaata gələ bilmir. O dedi ki, liberalizm bəşəriyyətin son şeyidir, qurtarır tarix, amma elə tarix indi başlayır deyəsən müharibələr zaten. Bu tarixlə bağlı bir baxış ola bilər də, liberalizmə stavkanı qoyursan və uduzursan. Hegel də başqa bir şeyə stavka qoymuşdu, tutaq ki, onu da uduzmuşdu. Düşünürdü ki, Prussiya axırıncıdır və bununla da tarix bitir, alınmadı. İndi kimsə 2025-ci ildə bugün də nəsə deyə bilər tarixlə bağlı, tutaq ki, çoxluqlardır, multiplisite olacaq. Hər şeyin azad olduğu dövrdür. Bir növ fransız 70-ci illər fəlsəfəsi Deleuze. Məsələn, stavkanı qoyurlar, alınmaya bilər, amma hələ ki, zeitgeist odur. Nisbetin məsələsi odur ki, o deyir ki, antik dövrdən başlayaraq insan təbiəti də müşahidə edərək, onu təbiətdə də görə bilərik ki, bir A nöqtəsindən B nöqtəsinə doğru pilləli şəkildə, davam edici formada, kəsilmədən, bu ola bilər yavaş olsun, ola bilər sürətli olsun və yaxud ola bilər biraz geriyə getsin, sonradan davam edəsin. Bu formaları nəzərə alaraq ancaq stabil formada inkişaf xətti olub tarixdə. O öz bəzi müəllif adları çəkir. Təbii ki, buna ehtiyac yoxdur burada danışmağa. Amma bütün tezis ondan ibarətdir ki, ibtidai formadan insan yavaş-yavaş uşaqlıq dövrü kimi başlayır, o analogiyanı bir insanın ömrü ilə götürür. İnsan uşaqlıq dövrünü yaşayır, sonra gənclik, sonra qocalıq, amma bu biraz artıq başqa bir mövzuya girir sanki. Çünki qocalıqdan sonra ölüm gəlir. Nisbətin mövzusu o deyil. Nisbət deyir ki, əvvəlcədən var idi bu şey və davam edə gedir. Amma qocalığın girdiyi və ölümlə nəticələndiyi məsələlərdə artıq başqa adamların adı çəkilməlidir yəqin ki. Yes. Bir dənə burada maraqlıdır. Məsələn, nə irəliləyir?
texnika irəliləyir, tibb irəliləyir, yoxsa insan keyfiyyət, əxlaqı irəliləyir? Yəni nə irəliləyir məsəl üçün? Yəni ki, nisbət özü deyir ki, bəzi şeylər var ki, o dəqiqdir də. Məsələn, tibb irəliləyib. Yəni insanların orta ömür müddəti artıq çoxdur. Texnika irəliləyib. İnsanlar artıq torpağı şumlamaq üçün sərf etdiyi vaxtla indiki texnika ilə arasında ciddi fərq var. Diş həkimində məsələn gəlirsən, yəni əvvəl vurub dartırdılar, nə bilim, adi keydici yox idi məsəl üçün. Hərb sənayesi məsələn artıq, yəni artıq insanı öldürmək üçün nəsə başına qaynar su tökməyə ehtiyac yoxdur qaladan. Sadəcə uzaqdan durub bir dənə güllə ilə kimisə öldürə bilərsən. Amma paraleldə məsələn tibb və hərb irəliləsə də etika sualı hələ də ortalıqda qalır. Çünki tutaq ki, tibb irəliləyib kiminsə ömrünü sən müxtəlif aparatlarla xəstəxanada uzada bilərsən, amma hansısa şərəfli ölümə layiq olmaq məsələsi aradan qalxıb və yaxud hərbdə iki cəngavərin üz-üzə gəlməsində hansısa bir şevalyerik bir dənə nəsə baş verməli idisə, orta əsr dövrü məsələsi kimi. Amma indi artıq modern dövrdə sən heç bir etika güdmədən, heç həmin adamı tanımadan bəlkə də düyməni basırsan, kimisə öldürə bilərsən. Yəni burada etika məsələsi həll olunmur. Sadəcə hər şey sürətlənib və onun adı proqres kimi götürülür nisbət inkişaf. Okay, bu sürət maraqlı söhbətdir, zarafatsız. Çünki məsəl üçün modernistlər, məsəl üçün Marinettin falan oxuyanda görürsən ki, modernistlər stavkanı qoyurlar, yəni ki, vururlar, deyirlər ki, surət əsridir. Bütün surətli olmayan şeyləri nifrət edirlər. Məsəl üçün orada yazır ki, ənənəvi dünyada insan daha çox belə bitki həyatı yaşayırdı, vegetativ. Yəni dururdu, heç yerə getmək istəmirdi, köçlər olmurdu falan. Amma mən əksinə o müharibəni progressiv kimi şey götürürdü. Deyirdi ki, müharibə olacaq və insanlar surətə meyl edəcək, çünki yerlərini dəyişəcəklər. Və prosta o dövrdə sənaye inqilabı falan olmuşdu və deyirdi ki, məsəl üçün maşın insan model. Yəni əslində surətin artması dəqiq artıb. Yəni o da necə deyim, məsələn ədədi silsilə və həndəsi silsilənin həndəsi silsilənin artmaq üzrədir. Məsələn bu arqumentlərlə mən 100% razıyam. Yəni tibb inkişaf eləyir, texnika inkişaf eləyir. Hə bəzən durğunluqlar ola bilər məsələn, amma sonra inkişaf. Amma bir də məsələn ikinci arqument kimi mən deyim, məsələn ağlıma gələndə bəziləri deyir ki, bu icaddır. Yəni ola bilər insanların həyatında inkişaf olub, yəni texnik olaraq inkişaf olub. Amma deyirlər ki, ümumiyyətlə onların ağlında belə bir ideya olmayıb ki, yenilik deyilən bir şey var. Çünki inkişaf deməkdir, təzə bir şey çıxırdı ortalığa, okey. Yenilik tipa bu Zombart bunu deyir ki, Burja kitabındakı yenilik burjanın icadıdır. Yəni burjuaziya şəhərli, əsaslı şəhərli. Əslində yəhudilər o dövrdə belə. Niyə yəhudilər? O da maraqlıdır. Yəhudilər köç eləyiblər. İspanlar qovublar onları, köçüblər bura. Vətənsiz olublar və deyiblər ki, necə pul qazanaq? Çünki insan vətənsiz olanda bir zəmin axtarır da. Bank pul zat qazanıblar. O dövrdə bu mehman üçüncü adam hansı kimi yoxsa onun dəqiqləşmə söhbəti gildiya söhbəti çox maraqlıdır. Yəni o dövrdə deyək ki, ənənəvi dövr götürək də, yəni burjuadan əvvəl. Ənənəvi dövrdə hər peşənin sahibi yalnız öz peşəsi ilə məşğul idi. O təzə bir peşəyə, məsələn, dəmirçidirsə dəmirçi olacaqdı və o müqəddəs sakral olaraq yəni qorunurdu o biliklər məsəl üçün də. Yəni sən pinəçisən, birdən-birə deyən bilmərsən də mən bankda işləmək istəyirəm. Bu mümkün deyil. Sən ata-anadan bu ötürülürdü də belə deyək də. Amma ilk dəfə burjualılar, bu həmin yəhudilər və digərlər gəlib dedilər ki, sən səhm qoya bilərsən. Məsələn, sən dəmirçisən, biz balin ovuna gedirik. O dövrdə doğrudan da balin ovuna gediblər ki, məsələn, balıq ovlayıblar və onu şey eləyiblər. Deyiblər ki, sən öz səhmini mənə qoy. Bu da nəyə görə səhmini gizlədir? Çünki özünü krala oxşadır. Kral pulunu xəzinədə gizlədir. Çünki pulu buraxmır da şey kimi, kapitalistlər kimi. Odur ki, sən pulunu məsəl üçün bura qoy, gələn müddətdə mən sənə verirəm. Bu deyir ki, bu nədir? Bu deyir proyekt. Yəni proyekt deyilən şey o dövrdə yaranıb, Zombart deyir də. Yəni proyekt o da layihə. Məsəl üçün də ortaq layihə var, 100 dənə fərqli adamlar orada işləyirlər. Hərəsi bir qulpundan yapışır işin. Proyekt bax burjuanın kəşfidir bir növ və ondan sonra hətta Zombart onu qəşəng adlandırır ki, bir başlı minəlli insan. Yəni layihə eynidir, 1000 adam bir qulpundan yapışır. Yəni mənə elə gəlir ki, proyekt anlayışı bir 3 dənə arqument gətirəcəm. Biri burada, məsəl üçün mən razıyam yoxsa yox. Məsəl üçün biri proyekti yaradan bu burja yeni bir şey ümumiyyətlə mövcud ola bilər şeyini insanların zehnində açdı. Bəlkə də onlar bunu eləyirdilər. Yəni adı proyekt deyil idi də. Deyirlər ki, yenilik budur. Yəni təzə bir dənə iş var, ona hamı qoşula bilər və burja o qədər bunu eləyə bildi ki, məsələn, burja inqilabı necə baş verdi? Hamı deyir ki, birdən-birə Danton çıxdı, nə bilim şey, Kamil çıxdı, Kamil Duran futbolçu çıxdı. Nəysə də necə olub bu çıxıb? Bu buna görə çıxıb ki, bunlar birincisi başlayıblar
ticarətə. Ticarətdə nə lazımdır? Hüquqşünas gəlir, bunların ikisinin arasında hüquq imzalayır. Sonra deyirlər ki, bizim krala nə ehtiyacımız var? Yəni özümüz burada bomba kimi yaşayırıq şəhərdə falan. Kral getməlidir və ikinci bir şey, bunun çıxan bir şey ki, kral lazım deyil. Yəni kral nəyi təmsil edir? Ənənəni, təbiəti, durağanlığı. Bunlar nə deyirlər? Sürət, irəliləmə, proqres. Yəni kral lazımdır, mən inkişaf edirəm. Mənə gəlir ki, bax bu beyinlərdə bir dənə orijinal, bir dənə rıçaka çevirdik. Bilmirəm nə fikirləşirsən bu. Yəni haqlısan. Yəhudilər amma hansı ki Florensiyada kapitalizmin ilkin düzəltləri olandan əvvəl də faizə pul verirlər. Hələ də həll olunmayan razborkadır ki, necə ola bilər ki, monoteistində faizə pul vermə məsələsi həll olunmur. Yəni yəhudilər onsuz da bunu eləyirdilər. Zaten yəhudilər izolyasiyada yaşadıkları üçün özləri həmin məskunlaşdığı yerin cəmiyyətinə və ya topluluğuna qarışmırlar və həmişə də sələmçiliklə məşğul olublar. Bunun artımı ola bilər ki, 14-15-ci əsrdə, 16-cı əsrdə İtaliyada, Avropada qovulma şəklində, məsələn, Hollandiyaya köçməklə sürətlənib və bu kapitalizmə şərait yaradıb və bu şəkildə artıb. Bu proqres ideyasının bir əlaməti kimi bəlkə də görsənə bilər. Əgər düşünürsən ki, məsələn də bu çox modern ideyadır proqres. Nisbətdə amma proqres deyəndə təkcə iqtisadi mənada proqres nəzərdə tutulmur. Məsələn, tutaq ki, entelexiya deyə bir anlayış var, termin. Aristotel istifadə edir. Bir orqanizm öz sonuncu nəhai amalına çatmalıdır təbiətdə. Biz onu təbiətdə müşahidə edirik. Məsələn, toxumdur, düşür torpağa və ağac olmağa can atır, tutaq ki, ağac olur, bu nəhai amalına çatdı. Və digər hər şeydə elə. Əgər bu hərəkətlənmə varsa, onlar belə düşünür ki, o zaman burada bir inkişaf var da. Çünki başqa mətnlərdə də antik Yunanda, Afinada ən azından məskunlaşan adamların bizdən əvvəlki babalardan qalmış olduğumuzla bağlı mətnlərdə yazılar var. Və bu yazıları da nəzərə götürüb onlar deyirlər ki, okey, bizdən əvvəl adamlar var idisə, demək ki, biz onda onların davamıyıq və biz davamıyıqsa və biz əgər perikl dövrü Afinası yaradacağıqsa, məsələn, qızıl dövrdə, demək ki, biz onda elə başlanğıcda ibtidai formada necə olmuşuq və sonradan gəlmişik, indi hal-hazırda özümüzün ən möhtəşəm vaxtımıza çatmışıq. Yes, orada bir dənə hamısına razıyam, bir də orada şeylə razı deyirəm ki, məsəl üçün mənə gəlir ki, biz indi modern adam kimi ya da postmodern adam kimi onlara baxanda anakronizm edib deyirik ki, məsəl üçün onlarda inkişaf var idi. Məsəl üçün o axı deyirik ki, toxumun potensiyasında ağac olmaq, meyvə olmaq var da. O deməkdir ki, bu bir sikldır da, əslində başlayan və bitən bir şeydir. Yəni demir ki, ağac misal üçün heyvan ola bilər məsələn. Yəni o öz nişasından çıxmır. Mənə elə gəlir də. Sonra elə ideal olmağı, məsəl üçün Platonda ideal olmağı elə ona dəlalət eləyir ki, məsələn sən ideala çatırsan və dayanırsan. Yəni sənin insanın amalı odur ki, tanrı olsun da bir növ. Amma modern dövrdə elədir ki, bu ucu bucağı görməyən şua kimidir. Yəni sən məsəl üçün insan tanrı olacaq, tanrının nə olacaq və bu uzun sonu bilinməyən bir süni intellektə qədər gəlib çıxa bilər kimi gəlir də. Yəni o belə ki, bizdə bir dənə belə qapalı qabıda belə bir dənə şey açdı. Deşik açdı. Get nə qədər inkişaf edirsən, bir sonu yoxdur onun. Kamil forması. Şua kimidir də, yəni kəsilənə qədər. Aysa olsun. İndi bir məsələ ondan ibarətdir ki, Burney bayaq adı çəkilən adamın kitabında hansı ki nisbət tənqid edirdi. Onun düşüncəsində klassik dünya və ortası silinməli idi. Klassik dünya ilə bağlı biraz dedim, ucundan qulağından. Orta əsr ona görə silirdi ki, xristianlıq var idi. Amma xristianlığın özündə dünyada Armageddon baş verəcək, dünya dağılacaq, məhşər gün olacaq. Bu hadisələrin hamısının nəhai bir amalı var və ora doğru gedirik məsələləri həmişə olub. Bu Augustinin kitabında da olub, hansı ki kilsə babalarının ən belə brend olan adamlardan biridir. Kilsə üçün, katolik kilsəsi üçün. Onun kitabında da o qeyd olunur və orada bu zaman axınına paralel şəkildə inkişaf edir. Yəni Armageddonda artıq bir zaman anlayışı var. Bir zaman anlayışı varsa, burada proqres anlayışı var. Bunun necə gedib ora çatılması ilə bağlı heç kəs demir ki, bu düşüşdədir. Okay. Düşüş danışacağıq yəqin ki. Yes. Burada da qalxış var. Burada da antik Yunandakı kimi qalxış var. Burada da hansısa bir nəhai amal olacaq sonda. Burada da proqres ideyası var. Çünki zaman var və bu zaman ərzində insanlar özünün ən yaxşı potensialını icra etməlidir. Ona görə ki, onlar günahkardırlar. Onlar o günahlardan təmizlənməlidir bu dövr ərzində. Hansı ki, gələcəkdə o gün bilinmir axı.
Və ona görə sən prosta başını salıb işini görməlisən. Yəni bu proyekt 17-ci əsrdə olmasa belə, ta ki onun kimi olmasa belə, 12-ci əsrdə ya 8-ci əsrdə imperiyamız var. Onu aparmalıyıq irəli. Yes. Evdəsən, ta ki evi yaxşı eləməlisən. Və yaxud şəxsi həyatın var, şəxsi həyatını düzəltməlisən. Yəni bunların hamısı da proqres ideyasına girdiyini düşünür Nisbet. Və ona görə də biraz inandırıcı gəlir açıqca. Unudacağam bəlkə indi o düşüşü tənəzzül danışacağıq da bu tanrılar demək Afinalılar öz tanrılarına inanırmı? Kim yazmışdı onu bilən bir müəllif var idi. Paul Vernon desin. Ayes. Orada uşaq girir, bu ki deyir mən kitabı ona görə yazdım ki, uşaq girir otağa. Deyir ki, misal üçün gör ki evdə təmir gedir. Uşaq deyir ki, bu ev deyir nə baş verir? Deyir ki, biz evi düzəldirik. Uşaq da deyir ki, məgər evdə dünyada hər şey mükəmməl şəkildə var deyil ki, inkişaf gedir. Yəni uşağın və sanki uşağın və qocanın zehnində yoxdur. Yəni irəliləmə anlayışı yoxdur. İrəliləmə sanki cavan adamın, yəni modern atılğan bir kimsə olmalı. Cavan adamın elə bir ki, yox, biz uşaqlıqla qocalığın arasında sıxışıb qalmış qanun girişimində onun bəlkə də irəliləmə formasıdır məgər cavanın. Orada mən nəyə görə Amerika ikinci arqument. Birinci arqument o idi ki, burja. İkinci arqument məsəl üçün Amerikanı kəşf etmək və yaxud bilmirdilər ki, Amerikada, amma Kolumb ora gedəndə onun qeydlərində yazır ki, deyir biz gəldik ora, hələ Amerika deyiləm, Trinidad Tobago zaddır. Orada yerli qəbilələr var. Bu arada onlar özləri də öz aralarında qırğındadılar. Yəni heç də humanist bir şey deyil. Burada taxta şeylə vurdular da bir-birini. Yabay taxta, dəmir yox. Deyir ki, o gələndə ora onlar dedilər ki, oradakı qəbilələr dedilər ki, siz demək ki, belə bizim mifimizdə belə bir şey var ki, ağ adam sudan gələcək və bizi xilas edəcək. Kolumb deyir ki, mən dedim ki, o ağ adam mənəm, sizin mifiniz qutardı. Amma bizim dünyamız indi başlayır. Yəni bu çox belə həqiqətən də məsələn deyirlər, ay ənənəmiz getdi falan dedi, getməyəydi. Yəni tab gətirərdi, getməyəydi. Orada o dövrdə o Amerika kəşf olunan dövrdən sonra insanların beynində bir dənə rıçaq qaldı ki, nəyə görə ona yeni dünya dedilər? Çünki köhnə anlayışlar qutardı. Qeyri-aristokratlar Almandan İngilisdən köçdülər ora və yeni dünya inşa etmək istədilər. Şey də ona görə yazıldı, utopiyalar. Bu utopiyaya gəlmək istəmirəm. Thomas More utopiyanı yazanda bu adam rahibdir də, düzdürmü? İngiltərədə yaşayır və bu adam inancılı adamdır. O deyir ki, İsa'nı İncili oxuyarkən orada bəzi kabbalistik şeylərlə deyirlər ki, milleniumçular, yəni 1000 ilə axirət baş tutacaq, apokalipsis. 1000 il olur, baş tutmur, 100 il, 200 il bunun böhranı çəkirlər ki, yaxşı, bəs dünya niyə dağılmır? O deyir ki, bəlkə bu dünyada cənnət, yəni ki, əslində utopiya cənnəti yerə endirmək cəhdidir də. Və ola bilər ki, bu dünyada cənnət harada həmin vaxtda Amerika var. Və o İngiltərədə əslində Amarouddur da oranın adı. Bəziləri deyir ki, Amerikada, bəziləri. Yəni tünd, qaramat demək İngiltərədən işıqlı, şüşəli bir Amerikanı təsvir edir ki, yeni dünya oradadır. Yəni mənə elə gəlir ki, elə bir insan tipi ortalığa çıxdı ki, o dedi ki, sonsuz inkişaf. 2 məkan ortaya çıxdı ki, bax orada sonsuz inkişaf utopiyada da. Nədir replika? Amerikanın kəşfindən sonra Avropada olanların biraz da bəlkə də postmodernistlərin dediyi şeydir, depressiyaya düşmək var. Məsələn, Avropa ağlı artıq elə bir şeylə qarşılaşır ki, onlar üçün başqa bir şey deyir, hansı ki, öz hipotezlərinin altını qazıyacaq növbəti illərdə. Etnoloji mətnlər çoxaldı. Məsələn, Locke dövründə, Amerikan kəşfindən sonra Locke'un özünü siyasi mətnlərini yazması üçün istifadə elədiyi mənbələrdə etnoloji mətnlərlə bağlı artım müşahidə olunur. Nisbet'in kitabında o var. Bu sırf Amerikan kəşfi ilə bağlıdır. Yeni dünyadır. Bir tərəfdən sənin dediyin şeyə imkan verir ki, progres yenilik ideyası da ona görə ki, Amerikan kəşfi ilə başlayır. O mənada ki, onlar getdilər, gördülər ki, qəbilədə olanlar bu nə vəziyyətdə yaşayırlar ki, biz irəliləmirlər. Heç irəliləmirlər. Öz yerlərində sayırlar, 1000 illik zat söhbətləri gedir. Və onu görəndən sonra özləri üçün o qənaətə gəlirlər ki, okey, onlar ibtidaidir. Demək ki, insan nə vaxtsa ibtidai olub, biz irəliləyirik. Sənin dediyin arqumentə, yəni sırf zaman baxımından uyğun gəlir ki, Amerikan kəşfi sənin dediyin progres ideyasının modern olmağını təkan verə bilər. O okeydir. Amma eyni şeyi Avropanın özünə tətbiq edəndə biraz laxlayır söhbət. Məsələn, Herodot tarix kitabında yazır ki, bizdən əvvəlkilər. Bizdən əvvəlkilər deyəndə kim nəzərdə tutulur? Peloponnes müharibəsini kim yazmışdı? Fukidid.
Fukdid yazır məsələn, Afinalıların tarixi ilə bağlı yazmağa çalışanda yenə kimlərəsə referans verir. Və o referans verilən adamlar indi gəlib çatılan dövrdən çox aşağı səviyyəli nəzərdə tutulur. Onlar düşüncə odur ki, onlar düşünür ki, biz daha irəlidəyik də. Bu modern antik davası 17-ci əsrdə də olub, 18-də də olub. Bu məsələn Fransanın Fontenelle var, nağıl yazırdı. Bu adam tutaq ki, modernlərin tərəfindədir. Düşünür ki, bizdən sonra əsl ədəbiyyat, əsl incəsənət bizdən sonra başlayır. Halbuki antik dövrün tərəfində olanlar Yunan və Romanın mədəniyyətini o dövr mədəniyyətindən aşağı sayır və düşünür ki, üstün sayır düzdür. Düşünür ki, məsələn biz sanki böyük Gulliverin çiyinlərində olan cüzələrik. 18-ci əsrdə yaşayırıq, 17-ci əsrdə. Biz sadəcə həmin antik Yunanda, Romada yazan, yaradan, fikir istehsalayan adamların çiynində prosta cüzəyi özümüz elə bilirik ki, çox uzağı görürük. Amma bizim keçmişdən xəbərimiz yoxdur. Halbuki orada yığışılmış kumulyativ bir bilik var. Bu önəmli məsələdir, kumulyativ bilik. Ona görə ki, sən hər nəsil özündən sonrakına nəsə qoyur axı. Bu qoyulan biliklə insan təbiətlə münasibətini formalaşdırır. İstər texniki baxımdan, istər insanın kainatla mənəvi, ruhani vəziyyəti ilə bağlı hansısa bir dəyişikliyi. Bunu nəzərə alanda bu kumulyativ biliyi hiss olunur ki, antikdən ən azından bizə tarix deyəndə yazılı mətn və s. əlimiz çata biləcək nələr varsa da, onları arxa-arxaya qoyanda görünür ki, burada progres var. Çünki sonraki nəsil həmişə özündən əvvəlkinə referans verir və gələcəkdəki olan adamlar da keçmişdən mütləq ki, qidalanacaq. Ona görə Böhr kitabının hipotezini belə qoymuşdu. Yəni nisbəti sevmirdi. Progres ideyası odur ki, keçmişi sintez edirik və gələcəyə kəhanət edirik ki, gələcəkdə də belə olacaq. Yəni bu qırılmaz zəncir olmalıdır. Nisbətin fikridir. Belə. Məsələlər var. Bir dənə də qalmışdı orada ki, sənaye demək proqresin kəşf olduğuna, yəni başdan yox, icad olduğunu deyənlərdən biri o idi ki, məsəl üçün, yəni texnokratik şeylə, məsəl Descartes-la və yaxud yəni demək orqaniklikdən mexanikaya keçir fizikada. Orada deyirlər ki, həm də orada da yer gəlmişə fərd anlayışı da ortalığa çıxır. Yəni fərd və mexanika yalnız proqresin ortalığa çıxmasına dəlalət eləyə bilər. O da nə üçün belə deyirlər? Məsəl üçün, ənənəvi dünyada, yenə də burjuadan qabaqki dünyada kastalar var, məsəl üçün peşələr var və onlar onsuz da bir kastada doğulan adam düşünür ki, mən bunu təkərrür eləyirəm. Yəni mən hara gedə bilərəm ki, irəli. Məsəl üçün, əgər sən şudrasansa aşağılarda, sən cəngavər ola bilmərsən artıq. Yəni sən peşə olaraq yeri bil. Peşə olaraq sən dərib deşib yuxarı kastaya keçə bilmərsən. Ona görə sən təkərrür eləyirsən. Yaxud imperiyaların özündə təbiət daim təkərrürü bildirir də, amma sən tarixdə nəsə fərq yarada bilərsən. Ki, məsəl üçün, bu ildə hansısa bir hadisə olub da. İndi orada fərd ortalığa çıxır həm. Mən meditasiya yazanda fərd, Descartes. Bir də ki, mexanikləşir şey. Yəni ki, təbiətin orqanı burada mexaniki ola bilər və son üzərində eksperimentlər aparıb onu daha da texniki budur da əslində. Yəni ki, istədiyin kimi istifadə edə bilərsən. Bəli. Orada çoxlarının indi bəyənmədiyi Spengler, misal üçün, Azərbaycanda da ona aid bir də məqalə çıxdı ki, Spenglerin əleyhinə biraz Adorno ilə bağlı Bakı Research-dan maraqlı söhbətdir. Əslində Adorno'nun arqumenti o idi ki, Spenglerin dediyi dünyadan biz yaxa qurtara biləcəyik, yoxsa yox da. Məncə yox. Çünki Spengler orada haqlıdır ki, ideologiyasını kənara qoysaq, özü orada bir arqument gətirir texnika kitabında, insan və texnika ki, heyvanların texnikası onun cinsinə bağlıdır. Yəni meymun öz cinsindən kənar bir texnikaya sahib ola bilməz. Amma insanın texnikası onun fərdinə bağlıdır. Yəni Nikola Tesla çəkilir və tək fərd olaraq yenilik ortalığa çıxarır. Bax bu anlayışın özü ki, mən özüm çəkilib kənara bir şey yarada bilərəm. Yəni mən yenə deyirəm, o ilə razıyam ki, tip texniki irəliləyib. Amma insanlar bunu fərq etməsi ki, yəni buna agah olması ki, ümumiyyətlə belə bir anlayış var, yeni. Mən öz kastamdan qopub, heyvani kastamdan qopub modern bir insan, maşın insan ola bilərəm. Bu tamamilə məncə təzədir adama. Ümumiyyətlə mən hesab edirəm ki, burjua belə bir xəttdir. Burjuadan sonraki bütün terminlər, hətta burjuadan sonraki aydınlanma, enlightenment termini ilə. Burjuadan qabaq da enlightenment deyiblər axı. Məsələn, əli kimyaçılar özlərinə aydınlanmaçı deyiblər. Dəxli indi onlara elm, yəni kontekst fərqlidir. Kontekst fərqlidir. Heç bir terminologiya oxşar deyil. Əgər biz tutaq götürüb sol terminologiya ilə
krallığı oxumaq istəsə yanılacaq. Yəni budur söhbət. Belə proqres ideyası ilə bağlı Nisbetin fikirləri və onun tutaq ki, tarixdə həmişə olub deməsini bir kənara qoysa belə biraz skeptik yanaşsaq söhbətə, şübhə eləməyə haqqımız var da yox. Məsələn, sən bilmirəm onun üçüncü arqumentdə deyəcəyini yoxsa yox, mən əks arqument özümə olaraq demək istəyirəm. Genom məsələn də. Tradisionallar nə deyir? Yəni həmişə düşüş var. Yəni hər kəs bəşəriyyət ümumiyyətlə qızıl çağdan başlayır. Sonra gümüş, sonra bürünc, sonra dəmir çağı. İndi Kali Yuga dövrüdür. 64800 illik sikl və biz həmişə bu sikl bitir yuxarıdan aşağıya doğru. Burada keyfiyyətin degradasiyası problemi var. Ola bilər biz görürük ki, texnika olaraq biz inkişaf edirik və sürət də buna aiddir ki, sürət onun kəmiyyət halıdır da inkişafın. Ancaq mənəvi olaraq bizdə itki müşahidə olunur. Artıq insan özünü kainatın bir hissəsi kimi hiss eləmir. Baxmayaraq ki, biz hal-hazırda oturub burada volt, bolt, istənilən yəni aplikasiyadan tut da yarım saata hansısa ölkəni qət edə bilirsən də təyyarə ilə digər ölkəyə. Bunun heç bir mənası yoxdur. Bu insanın ideala çatmasına xidmət eləmədi. Necə ki, Toynbee öz kitabında yazmışdı ki, çox müəllif adı çəkdik məncə, amma Toynbee axırıncıdır. Toynbee ona görə axırıncıdır ki, o öz kitabında yazmışdı ki, heç vaxt biz texnika ilə əxlaqı bir götürə bilmərik. Ona görə ki, onlar düz mütənasib deyil. Korrelyasiya fərqlidir. Nə vaxt ki, texniki olaraq biz inkişaf edirik, insan mənəvi olaraq və ya ruhani olaraq yozlaşır, korrupsiyaya uğrayır. Bunun öhdəsindən Nisbet öz kitabında gələ bilmir məncə. Nə qədər göstərsə də ki, proqres ideyası toxum halında olsa belə əvvəlki mətnlərdə, əvvəlki insanların fikirlərində var. Ancaq yekunda bunun öhdəsindən gələ bilmir və o da yenidən aydınlanmaçılar kimi, utopiyaya inanan bəlkə də bir adam kimi ki, özü bəlli eləməsə də elə görsənir sanki. Düşünür ki, bu proqres ideyası olub tarixdə və mən düşünürəm ki, daha yaxşı olacaq. Əgər biz onu götürsək, qərb dünyası üçün böyük bir boşluq açılacaq. Proqres ideyasının qərb dünyasının olması belə artıq bizim bu söhbətdə skeptik yanaşmamıza əsas verir ki, bu qərbin bəlkə də icadıdır. Çünki onlar gedib Amerikanı kəşf edəndə orada da bir şeylə rastlaşırlar ki, bu ciddi depressiyadır. Çünki onlar üçün dünya ancaq oradan ibarətdir. Amma dünyada başqa hansı geridə qalmış, mağara şəraitində yaşayan, heç bir çap maşınından belə tutaq ki, xəbəri olmayan adamları gedib görəndə artıq onlar biraz nihilist abavəyə düşür. Hansı ki, sonradan bəlkə də aydınlanmadan qopan irrasional adamlar var idi. Ancaq onlar nihilizmi sonra yaratdılar. Onlar pessimizmə imkan verdilər 20-ci əsrdə. Bəlkə də onlara rəvac verdilər ki, həmin aydınlanmaçıları tənqid eləsinlər ki, dünya heç də sizin gördüyünüz kimi, yəni proqresə xidmət eləmir. Burada başqa mövzular da var. 100% razıyam ki, qərbin icadıdır. Yəni sürət, proqres, ona görə deyirəm də, yəni bu yaranıb layihə olaraq, aydınlanma kimi də layihə olaraq yaranıb insanların zehnində. Sonra proyeksiya olunub tarixə. Amma onlar elə düşünmürdülər. Məsələn, lap intelligensiya haqqında, məsələn, orqanizm inkişaf haqqında düşünəndə belə o onun məhdud, yəni bitən, inkişaf edib sonra təzədən düşən şey kimi. Genomdan məncə yekunlaşdırmaq olar ki, məsəl üçün o nə deyir? Bizim proqres kimi gördüyümüz bütün şeylər genom üçün tənəzzül. Düşüşdür. Yəni hər şeydə surət pisdir, cəmiyyət pisdir. Yəni tərifini də belə verir ki, keyfiyyət azalır, kəmiyyət artır. Yəni Amerika cəmiyyəti də genom üçün pisdir. Çünki özü ənənəçidir. Yəni kralın tərəfdarıdır. Və demək kosmosa fokuslanan Sovet belə pisdir. İkisi də cəmiyyət hətta ki, bunlar oxşardılar bir-birinə. Bunlar bir-birinə dava edir. Bu deyir ki, bunlar ikisi oxşardır. O deyir ki, hər şey düşür və deyir ki, məsəl üçün necə ki, birinci arqumentdə liberalların məsəl üçün adını çəkdik ki, onlar deyirlər ki, kumulyasiya var, bilik inkişaf elə gedir. Bu deyir ki, əksinə istənilən adam deyir ki, nostalgiya deyilən bir hiss vardı insanlarda, fake də olsa və yaxud doğru da olsa, deyir ki, əvvəl yaxşı idi. Yaxud belə bir ifadə var idi ki, əcdadlarımız daha miskin bir oğulları ortaya çıxartdılar, onlar da bizi ortalığa çıxartdılar. Yəni düşə-düşə gedir. Ümumiyyətlə bu dini şeylərdə də var o etiraf eləsək ki, məsəl üçün yəni cənnətdən düşmək, qovulmaq, pis bir yerə getmək, axirətə doğru.
Bu çox maraqlı, yəni iki dünya da çox maraqlıdır ki, biri deyir hər şey düşür, biri deyir yox, əksinə inkişaf edir, proqres edir. Bir də yekunlaşdırsam, məsəl üçün məşhur söhbət var ki, Tanrı qəhrəman insan çağıda. Bu özü o dövrdə bunu düşüb, yenidən, yəni sirkulyasiya var da, ortada qalanlar var. Yəni onlar deyirlər ki, düşür, amma təzədən qalxır, imperiyalar kimi. Yəni doğulur, nə bilim, inkişaf edir və öləziyir də. Bu anlayışın özünü götürsək, məsəl üçün o vaxtı deyəsən Əkbər Nəcəflə danışanda, dəqiq yadımda deyil, Mehmanla danışanda, Mehmanla danışanda belə bir söhbət var idi ki, insan, yəni ki, əvvəl tarixi süjetin ortasında Tanrı idi. Sonra oldu qəhrəman. Qəhrəman hətta o deyirlər ki, o bir neçə insanın ortalama personajıdır. Məsələn, 100 dənə adam şücaət edirdi, onu yazırdılar Teseyin adına. Və insanın tarixdə yazılma şeyi var. Yəni ki, insan mərkəzi süjet olmağa başladı. İndi başı qəhrəman da yoxdur, adi adam çəkirlər də. O insan olandan sonra deyirlər ki, məsəl üçün bəlkə bundan da aşağı var. Gedib baxdılar ki, məsəl üçün Fraser, nə bilim Freud olmasın, nə bilim Darwin olsun. Onlar baxdılar ki, şey var, heyvanlar var. Okey, əgər insan ilk dəfə o bir şüura gəlir ki, insan özündən yuxarı bir şeydən əmələ gəlməyib, yəni Tanrıdan qəhrəman, özündən aşağı bir şeydən əmələ gəlib, yəni meymundan. Əgər insan meymundan inkişaf eləyibsə, demək ki, robot da ola bilər. Bu, yəni ki, heç cür o biri dünya ilə uzlaşmır. Bir var sən Tanrıdan gəlirsən, yəni sənin generasiyan Tanrıdandır, Pakaliniyan. Bir var sən ki, sən meymundan əmələ gəlirsən. Bu tamamilə bir-birinə zidd dünya görüşüdür. Biri liberallar kimi progresə inanır, biri tradisionallar kimi deyir hər şey düşür. Düşüşdən. Mən üçüncü bir variantın tərəfdarıyam. Onu da gələcək məncə podkastlarda danışarıq.